İmamın əvəzləyicisi yoxdur. Və la ləhu mislun və la nəzir. İmamın nə oxşarı var, nə bənzəri var. Vəl fəzlu kullihi məxsusun bil imam. Bütün fəzilətlər imama məxsusdur. Bu imamın şəxsiyyət vəsiləsidir. İmam budur. İnşallah İmam Hüseyn əleyhissalamı qiyamətdə tanıyacağıq. Bir ayə var Quranda. Bunu mən neçə dəfə sizə demişəm, yenə də bağışlayın, yadıma düşdüyündə deyim. Zümer surəsindədir, səhv eləmirəmsə, 2 dəstə haqqında danışır. Deyir ki, o gün bir dəstə insan cəhənnəmə çəkib aparılacaq. Yəni, çəkilib aparılacaq. Yəni, belə deyək də, insanları sürüyə-sürüyə cəhənnəmə aparacaqlar. Çünki getmək istəmir də cəhənnəmə. Ondan sonra deyir ki, bir qrup insan da cənnətə tərəf sürüyə-sürüyə onları aparacaqlar, çəkib aparacaqlar. Çox təfsirlərdə bu yoxdur. Bu şərh yoxdur. Bir təfsirdə adını unutmuşam, hədis gətirir. Bu ayənin təfsirində hədis gətirir. Deyir ki, necə olur ki, adamı zorla cənnətə aparsınlar? Cənnətə qaça-qaça gedərlər. Deyir, yolları çəkə-çəkə aparacaqlar. Hədis gətirir, səhv eləmirəmsə İmam Sadiq əleyhissalamdan. Hazırlaşanda bu yadımda deyildi deyə sənədini, subutunu qeyd eləməmişəm, amma var bu dəqiq. Deyir, bəs necə olur, cənnətə də çəkə-çəkə aparacaqlar? İmam Sadiq əleyhissalam məsumlarımızdan biri buyurur ki, orada möminlər Hüseyni görəcəklər. İmam Hüseyn öz həqiqəti ilə zuhur eləyəcək məhşər əhlinə. Deyir, insanlar Hüseyni görəndə məftun halda ona baxacaqlar. Onun zəvvarları, onu sevənlər, onun mövluduna gələnlər, əzadarlığına gələnlər. O deyir, Hüseynə baxacaq, Hüseyn ona. Heyranlıqla baxacaqlar. Deyir, o qədər məftun olacaqlar ki, cənnət dəyərdən düşəcək, mələklər deyəcəklər, gəlin, çağıracaqlar, getməyəcəklər. Axırda mələklər sürüyə-sürüyə, çəkə-çəkə cənnətə aparacaqlar. Görün, bizim Hüseynimiz nə qədər gözəl bir insandır, nə qədər nurani bir şəxsiyyətdir ki, onu görəndə cənnət gözdən düşür. Xülasə, Peyğəmbər sələvatullah buyurur, mən meyraca gedirdim. Bir gecə ki, Allah məni apardı meyraca, apardı behiştin qapısına. Gördüm, behiştin qapısında qızıl hərflərlə yazılıb, qızılla yazılıb. Allahdan başqa Allah yoxdur. Peyğəmbər onun rəsuludur. Əli Allahın hüccətidir. Həsən, Hüseyn Allahın vəlisidir. Fatimə Allahın yer üzündə kənizidir. Quludur. Behiştin qapısında yazılır, Peyğəmbər buyurdu. Ona görə behişdə gedməyəcək əhli viladan qeyri. Behişdə vilayət əhli olmayan gedə bilməyəcək. Çünki behiş vilayətçi o, vilayətçilər üçün qurulur. Vilayətin olmasa hara gedirsən? Behiştin açarı vilayətdir. Bizdə vilayətdir. Olmasa mümkün deyil behişdə gedirsən.